Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində 104.000 manata 2 mərtəbəli ev satışa çıxarıldı. Bu bax bu ev. Üstü isti ağla ilə bəzədilib, şəbəkə pəncərələrləndir. Birinci mərtəbə və ikinci mərtəbə isti poldur. Bax bu da bunun həyətidir. Görürsünüz? Bax belə bir həyəti var, böyük, geniş həyəti var. Buradakı kanalizasiyanın trapıdır, bu da darvazasıdır. Bax belə, evin də, bax buradan məsafələrə fikir verək. Buradan da ara məsafəsi var, arxada da ara məsafəsi var, o tərəfdə də ara məsafəsi var. Yəni, dörd bir tərəfinə fırlana biləcəyiz bir evdir. Tamamlanma işləri gedir. Mən gəldim ki, bu vəziyyətdə çəkim sizə göstərim. Deməli, kombinin yeri buradadır, rozetkası, kulçatırı da yanındadır. Buradan da gəlirik evimizin içərisinə. Evimizin polu, yəni yeri və 1 ilə 2-nin arası monolitdir. Demək, bu evdə necədir? Həm isti poldan istifadə edə bilərsiniz. İstəsiz radiatorda qoyub, evi istiləndirə bilərsiniz. Bax belə, girdi evin içərisinə. Deməli, koridor, hamam, tualet, mətbəx, keramikadır, otaqlar laminatdır. Birinci gəlin qonaq otağına baxaq. Bax bura. Zalıdır bura, görürsünüz qonaq otağıdır. Televizyon üçün yer xüsusi buradan ayrılıb, yeri laminatdır, bir də təkrar edən polu, yeri betondur, 1 ilə 2-nin arası da monolitdir. Sonra gələk burada mətbəxə baxaq. Bura mətbəxidir, mebel arası keramikası vurulub, yeri onsuz da elə keramikadır. Bax belə, bu mətbəxidir. Sonra burada da sanitari qovşağıdır. Birinci mərtəbənin sanitari qovşağı. Birdə də var, 2-də də var. Buradan içərdən zəmət göstərək. Bax, görürsünüz. Bax belə. Sonra buradan da pilləkənlərlə, bax, buraya yaxınlaşın zəmət olmasın. Bax, belə pilləkənlərlə qalxırıq 2-ci mərtəbəyə. Qalxırıq 2-ci mərtəbəyə. Yenə də eyni qaydada, 2-ci mərtəbədə də koridor, hamam, tualet, keramikadır, otaqları laminatdır. 2-ci mərtəbənin koridorunda belə bir böyük pəncərəsi var. Bir dənə həyəti buradan zəhmət olmasa göstərək. Həyətin bir dənə böyüklüyünə, balacalığına baxın. Bax, görürsünüz. Bax belə. Bütün pəncərələr şəbəkə pəncərədir. Sonra yaxınlaşaq bura 2-ci mərtəbənin sanitari qovşağını göstərək. 2-ci mərtəbənin sanitari qovşağı, 3 ədəd də yataq otağı. Bax, bu bir yataq otağıdır. Bax, görürsünüz, həm isti poldur. İstəsiz radiatorda qoya bilərsiniz. Pəncərələri şəbəkə pəncərədir. Bu bir yataq otağıdır. Bu bir yataq otağı. Yataq otaqlarının hamısı demək olar ki, böyüdür, genişdir. Baxın, ikinci yataq otağına giririk, görürsünüz, böyüdür. Hədi bunun aboyları qalıb, da aboyların vuracaqlar. Tamamlanma işləri gedirdi. Və ona görə sizə dedim ki, yəni bu işlər tamamlanacaq. Bu da 3-cü yataq otağı. Hətta burada şkaf üçün də dolab üçün belə xüsusi yer qoyulubsa, burada paltar şkafa qoymaq üçün xüsusi yer ayrılıb. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində 104.000 manata 2 mərtəbəli ev satışa çıxarıldı. Fərdi yaşayışdır. Yəni ki, kupça alıb qeyriyyata düşə biləcəyiz bir evdir. 104.000 manatadır. Qaz, su, işıq sayğacları, kanalizasiyası mərkəzidir. Yerləşdiyi ərazidə Yetər Şallıq Sarayından Bakıya tərəf gedəndə yolun solunda. Mütləq gəlin bu evə baxın. Sağ olun.